LG markalı paltaryonla bağlı bir dənə məlumat verəcəm. Bu nədir? Bu çox adam bilmir. Mənim bilən də varsa mənim sahəmdə bilib. Çünki bu video ilə bağlı bir iki dənə çəkmişəm. Bilənlər bilməyənlərə kömək eləsin. Yaxşı, indi heç kim bir-birinə kömək eləməyəcək. Çünki çox adam bilmir 90%. Bu nə proqramıdır? Proqram nədən ibarətdir? Sən əgər paltaryon istəyirsən ki, səhər saat 8-də durub səndən qabaq paltarları yusun, versin sənə. Sən də durub onda işə gedəndə paltarları sərib gedəsən də gözləməyəsən ki, bu yuyur. Ya gecədən içində qalmalıdır, ya da sən yuxudan duranda bu durmalıdır səninlə bir yerdə. Bu da belə olur. Baxın diqqətlə, axıra qədər baxın. Axıra qədər baxın dediyim kimi. Paltaryanı yandırırsınız birinci növbədə. Məsələn, istəyirsən ki, sintetika proqramı səhər saat 8-də dursun, yusun paltarları. Düzdür, qoymusan sintetikaya, paraşoku tökmüsən, paltarı içinə qoymusan. Sintetikaya qoydun, buradan tənzimləyirsən. Gecə saat 12-də yatanda, baxın, qoyursun 8 saat sonra. 8 saat sonra başlayacaq, işə düşəcək, yuyub səhər verəcək. Gecə saat 10-da yatmısansa, deməli, neynəməlisən? Sən bunu 10 saata qoşmalısan ki, bu 8-də durub yusun. 10 saat sonra duracaq, yuyacaq, verəcək. Sən yuxudan duranda bu paltar yuyan hazır olacaq paltarlar. Sərib gedəcəksən. Bunun üçün neysən? Qoydun, start verdin, getdin, yatdın. Bu özü səhər saat 8-də duracaq yuxudan. Saat 8-də durandan sonra yuyacaq, sənə təhvil verəcək paltarları. Videonun kaydı edin, saxlayın, dosta tanışa göndərin ki, məlumatları olsun.